Rusiya əcnəbilər üçün kabus oldu. Miqrantlar zorla savaşa göndərilir. SSR dağılandan sonra Rusiyada keçmiş Sovet vətəndaşlarına, xüsusilə Mərkəzi Asiya və Qafqazdan olanlara qarşı ayrı seçkilik edilib, dözümsüzlük göstərilib. Başı qırxıqlar yaxud skinheadlər mütəmadi olaraq xarici ölkə vətəndaşlarına, miqrantlara, əmək mühacirlərinə hücumlar eləyir, onlara mənəvi, fiziki işgəncə verir, qarət eləyirlər. Əvvəllər bu qruplar əmək mühacirlərinə münasibətdə reyketçiliklə də məşğul olublar. Məlumatlara əsasən belə cinayətlərdə hakimiyyət orqanları əməkdaşlarının da əli yox deyildi. Miqrantlara qarşı hücumlar Vladimir Putin prezident olandan sonra da bir müddət davam elədi. Lakin Kreml bu prosesin acı nəticəsini görüb, Rusiya ruslar üçün şüarını irəli sürənləri müdafiədən əl çəkdi. Bunun ardınca sənədləşmə məsələsi başladı və s. Rusiya ilə Ukrayna arasında münaqişə başlayandan sonra Moskva yeni miqrasiya siyasəti irəli sürdü. Son günlərsə Rusiyada yenidən neonasistlər aktivləşib. Məlumatlara əsasən bu onların törətdikləri cinayətlərin sayının artmasından da görünür. Müasir skinheadlər çox vaxt yetkinlik yaşına çatmamış şəxslərdən ibarət olur. Bu faşist dəstələri gəlmələrə və qeyri-formallara hücum edir. Bunu video çəkib internetə yükləyirlər. Bu dəstə küçələrdə svastika, kelt xaçları və digər ultrasağçı simvolları çəkirlər. Görünür, Ukraynadakı müharibə və Vladimir Putinin köməkçisi Vladimir Medinskinin öncüllərindən olduğu ideoloji xətt bəhrəsini verir. Bu günlərdə Moskva vilayətinin Şelkovo rayonunun Fryanova qəsəbəsində 2 kişi odlu silahla Azərbaycandan olan və Slavyan olmayan millətlərin çalışdığı bazarın ərazisinə soxularaq onları cəzalandıracaqları ilə hədələyiblər. Bu ilk belə hadisə deyil. Bundan əvvəl iyunun 8-də Moskvada güc qurumlarının əməkdaşları miqrantlar üçün yataqxanada sərt reyd keçiriblər. Nəticədə bir neçə nəfər saxlanılıb. Rusiya rəsmiləri onların miqrasiya rejimini pozduqlarını iddia edir. Artıq Özbəkistan tərəfi öz vətəndaşlarına qarşı edilən hərəkətlərə hüquqi qiymət verilməsi məqsədi ilə Rusiyaya etiraz notası göndərib. Hadisə iyunun 10-da Özbəkistan Xarici İşlər Nazirliyi əməkdaşlarının Rusiyalı həmkarları ilə aylıq görüşündə də müzakirə edilib. Özbəkistanlı diplomatlar Rusiya ərazisində respublika vətəndaşlarının icazəsiz axtarışları və kobud rəftarı hallarından narahatlıqlarını ifadə ediblər. Rusiya paytaxtında miqrantlar üçün yataqxanadakı hadisəyə Özbəkistan ictimai xadimləri də reaksiya veriblər. Bu günlərdə isə miqrantları sıxışdırmaq üçün yeni qaydaların tətbiq ediləcəyi bildirilib. Məlumata görə müvəqqəti qeydiyyatı və daimi yaşayış icazəsi olan miqrantların hər il tibbi müayinədən, o cümlədən narkoloji və QİÇS-də daxil olmaqla yoluxucu xəstəliklərə dair testlərdən keçməsi təklif olunur. Hazırda belə yoxlamalar yalnız sənədlər təqdim edilərkən keçirilir və sonrakı nəzarət nəzərdə tutulmur. Qanun layihəsini Dövlət Dumasına təqdim edən Liberal Demokratlar Partiyasından bildirilib ki, bu tədbir epidemioloji təhlükəsizlik və narkotik asıllığına qarşı mübarizə naminə lazımdır. Ancaq bunun miqrantlara yeni təzyiq vasitəsi, aləti, bəhanəsi olduğu da sir deyil. Çünki miqrantlar Rusiya Federasiyası sərhədini keçməzdən əvvəl koronavirusla daxil olmaqla tibbi və narkoloji yoxlamalardan keçirlər. Onların sonradan QİÇS-ə yoluxması Rusiya ilə əlaqədar olacaq. Bu baxımdan Rusiya Federasiyası vətəndaşları liberalların təqdim elədiyi layihə üzrə narkotik asıllığı və QİÇS-ə qarşı hansı müddətə yoxlamadan keçir, müayinə olunurlar. Qeyd etdiyimiz kimi, mühacirlərə qarşı yeni hücum dalğası Rusiyanın Ukraynada başladığı geniş miqyaslı əməliyyatdan sonra başlayıb. Canlı qüvvə çatışmazlığını aradan qaldırmaq üçün rəsmi Moskva mühacirlərə Mərkəzi Asiya, Azərbaycanla və başqa Sovet respublikalarından olan qeyri-rus Rusiya vətəndaşlarına həmin kateqoriyadan olan mühacirlərə üst tuturlar. Döyüşməkdən imtina edən belə vətəndaşları Rusiya vətəndaşlığından məhrum eləyir və ölkədən çıxarırlar. Mühacirlərə isə müharibəyə gedəcəkləri halda vətəndaşlıq verir, imtina etdikdə isə onlar deportasiya olunurlar. Rusiya İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrykin Sankt-Peterburq Beynəlxalq Hüquq Forumu zamanı bildirib ki, Mərkəzi Asiya ölkələrindən olan 20 min Rusiya vətəndaşlığı almış şəxs Ukraynaya qarşı müharibədə iştirak edir. Bizim hərbi istintaq idarəmiz miqrantların olduğu yerlərdə müntəzəm reydlər keçirməyə tərəfimdən səlahiyyətləndirilib. Hərbi qeydiyyata durmayan Rusiya Federasiyasının vətəndaşlarını, vətəndaşlıq almış əcnəbiləri saxlayırıq. Artıq Rusiyanın 80 min belə vətəndaşını tutmuşuq, onlar nəinki cəbhəyə, hərbi komissarlığa belə getmək istəmirlər. 80 min nəfər tutub hərbi qeydiyyata aldıq. Onun sözlərinə görə
görə Rusiyanın 20 min həmin gənc vətəndaşı nədənsə Özbəkistanda, Tacikistanda, Qırğızistanda yaşamaq istəmirlər. Onlar bugün ön cəbhədədirlər. 2024-cü ilin iyununda Bastırkin bildirmişdi ki, Rusiya pasportu almış 30 mindən çox insanı tutub hərbi qeydiyyata alıblar. Onun sözlərinə görə onlardan təxminən 10 mini hərbi əməliyyat zonasına səngər qazmaq və istehkamlar qurmaq üçün cəbhəyə göndərilib. 2024-cü ilin iyulunda Rusiya Dövlət Duması əcnəbiləri Rusiya pasportu alarkən eyni zamanda hərbi qeydiyyata durmağa məcbur edən qanun qəbul edib. Əks halda onlar vətəndaşlıqdan məhrum edilə bilərlər. Bu qanunu həmin ilin avqustunda Vladimir Putin imzalayıb. 2025-ci ilin aprelində Rusiyadan olan hərbçilərin könüllü əsir düşməsinə kömək eləmək üçün yaradılmış Ukraynanın yaratdığı Yaşamaq İstəyirəm dövlət layihəsi Rusiya silahlı qüvvələri ilə müqavilə bağlayan və Ukraynaya qarşı döyüş əməliyyatlarında iştirak eləmiş 1110 Özbəkistan vətəndaşının siyahısını dərc eləyib. Məlumatlara əsasən Tacikistanda Rusiya-Ukrayna müharibəsində ölən ölkə vətəndaşlarının qəbirstanlığı salınıb. Onların sayının yüzlərlə olduğu bildirilir. Rusiyanın miqrasiya siyasəti ölkədəki miqrasiya proseslərini tənzimləyən tədbirlər kompleksidir. Bu siyasət təhlükəsizliyin təmin edilməsinə, demoqrafik problemlərin həllinə, regionların inkişafına və milli əmək bazarının qorunmasına yönəlib. Bu siyasət miqrantların cəlb edilməsi, miqrasiya axınlarının nəzarəti, miqrantların inteqrasiyası və soydaşların qayıtmasının dəstəklənməsi üçün tədbirləri əhatə edir. Ancaq məlum olur ki, hazırda bu siyasət miqrantların Rusiya tərəfindən döyüşməsinə istiqamətlənib. Son aylar Rusiyada mühacirlərə qarşı istənilən şəkildə hücum BMT nizamnaməsini, hüquq normalarının pozulması deməkdir. Çünki Moskva miqrant siyasətindən Ukraynada apardığı müharibəyə canlı qüvvə toplamaq üçün alət olaraq istifadə edir. Sanki Rusiya onları sınağa çəkir. Burada yaşamaq istəyirsən, get, döyüş, sağ qalsan yaşayarsan. Bu, indiki şəraitdə onun miqrasiya siyasətidir. Ona görə də Moskva Ukraynada Şimali Koreya əskərlərinin müxtəlif şirinlikləndirici yollarla vətəndaşlıq verdiyi miqrantların sayəsində döyüşür. O zaman sual olunur. Sahəsi genişlənən bu dövlətdə kim yaşayacaq? Reproduktivliyi azalan ruslar ya artımı dayanmayan Çinlilər? Hər halda Vladimir Medinski kimi ideoloqların bu məsələyə də diqqəti vacibdir. Müharibə Rusiyanın bütün potensialı kimi demoqrafiya və miqrasiya siyasətini də ifşa elədi. Sədrəddin İsmailov, Leyla Mehdi qızı, Report.